Ümumiyyətlə göstər, Ofeliya xanımın çox gözəl ürəyi var. Bir açıqlama vermişdi bu yaxınlarda. Demək, açıqlama verib ki, qonşu demək, yoldaşımdan icazəsiz qonşuya mən bir stəkan su nədi vermərəm. Dində bu olmaz. Ofeliyanın elə demagog fikirləri var. Getsən ehtiyatlı ol. Sən verməyəcək. Birinci get yoldaşına de, sonra get Ofeliya. Ya bilirəm ki, yoldaşı deyəcək ki, Narin xanıma ver. Çünki yoldaşı da çox gözəl insandır, özü də çox gözəl insandır. Onlar hər biri məni çox istəyirlər. Qonşuluqda nə istəmirsiniz? Gəlib qapınız adını döymür. Ay Narin falan, nəsə narahatlıq falan. Belə deyir ki, heç gəlib oturmazsan, bir yerdə oturub yemək yemərik. Sən elə bir sənə krisa qızsan, mənə deyir, nə xəssiz qızsan. Narahat olma, özüm alaram, özüm verərəm. Peki canlı bir dənə ifa eləyək. Yox ya. Ürəyindən nə keçir? Görək o canlı ifanı tərifləyir, görək. Əli Mirəliyevlə dalaşırıq. Keçən dəfə efirlərin birində mən deyir ki, canlı oxuda. Deyirəm ki, oxuyumda problem yoxdur.